Salam dostlar, Gençler Klubu efirdədir. Sizinlə mən Şahəddin İlxan Maylov. Xoş gördük, necəsiz, nə var, nə yox. Bəli, artıq dünənki görüşümüzdən 24 saat keçib. Yəni TikTok'daki dünənki görüşümüzdən və bugün dünənki söhbətin davamı kimi dostlar, yenə biz 30 dəqiqə efirdə olacağıq sizinlə. Yazın, zəng eləyin, qoşulun, suallar verin. Əgər deyək ki, suallar və qoşulub kimsə nəsə demək istəyirsə, onda vaxtımız artırılacaq. Yox deməzsiniz, elə mən 30 dəqiqə sizinlə düşündüklərimi bölüşürəm və bundan da söhbəti qutarırıq. Yəni bugünkü Gençlər Klubu sona yetirir. Deməli, bugün dediyim kimi, elə dünənki söhbətin davamı kimi dostlar, mən düzün deyim ki, dünən söhbətdən sonra bəzi dostlar mənə yazdılar, bəzisi zəng elədi, bəzisi yəni hardasa fikrimə münasibət bildirir filan. Yəni onların danışığından belə düşdüm ki, mənə bəziləri məsələn deyir ki, belə bir şey yazır ki, bəs səni sağ ol deyirsən, ölkədə deyil, məyər tək kərə yağı problemidirmi? Dünən yəni ərzaq məhsullarından, yəni ölkədə Azərbaycanda baş verən hadisələrlə bağlı, yəni Azərbaycanda demək olar ki, hər şeyin, yəni yemək məhsullarından tutmuş, yaşamaq deyək ki, yaşamaq üçün lazım olan atributlar belə deyək də, mən bilmirəm bunun fikrimi bundan necə ifadə edeyim. Yəni ona qədər hamımız bilirik ki, təhlükəlidir. O mənada təhlükəlidir ki, yəni heç bir yerə gediləsi deyil. Hətta gedirsən, bəzən pulunu verirsən, məsələn deyək ki, səhiyyə idarələrində, xəstəxanalarda. Gedirsən, pulunu verirsən, müalicə olunmaq istəyirsən. Məlum olur ki, yəni müalicə düz getməyib. Yəni sənin ən əziz adamını səndən bir 15-20 min aldıqdan sonra söhbət özəl müəssisələrdən gedir. Aldıqdan sonra sənə bildirirlər ki, bəs xəstə dünyasını dəyişdi. Və sən soruşa bilmirsən ki, yaxşı, bu xəstə dünyasını dəyişdirsə, mən 15 min niyə vermişəm? Təsəvvür edin. Hətta bəzən belə də olur ki, meydi sahibinə vermirlər ki, sizin xəstəxanaya borcunuz var. Baxın, xəstəni evdən gətirirsən, balinsiya, xəstəxanaya qoyursan, sənə deyirlər, get filan qədər pul keçirirsən və əlavə iynə, dərman filan, indi bunlar nə eləyirlər bilmirəm. 2 gündən sonra məlum olur ki, sən demə xəstə ölübmüş və sənə deyirlər ki, bəs xəstə ölüb, amma sizin xəstəxanaya borcunuz var. Nə borc? Bəs belə-belə filan işləri görmüşük, filan dərmanları olmuşuq filan. Amma söhbət ondan getmir. Bilmirəm, bu hüquqda necə tənzimlənir. Yəni, bunun üçün yəqin ki, Azərbaycan səhiyyəsi haqqında olan qanunlara baxmaq lazımdır. Təbii məsələdir ki, əgər ölkədə bütün ideal qanunlar varsa və onlar işləmirsə, hara baxırsan, bax, xeyri yoxdur. Yəni, o nöqteyi nəzərdən mən bugünkü gəncliyə ona görə məhz istəyirəm ki, bir yerə yığışaq, dostlar, dərdləşək, fikirləşək, danışaq. Bugün gənc insanın heç bir problemi yoxdur səhhətində. Bunun ancaq deyək ki, iti düşüncəsi, ağlı, nə bilim deyək ki, təhsili filanı, əgər söhbət normal gəncdən gedir. Varsa, deməli, onunla bu barədə söhbət eləməyə dəyər ki, əgər sən, deyək ki, indi gəncsən, 20 ildən sonra, deyək, böyün 20 yaşın varsa, 20 ildən sonra 40 yaşın olacaq. Və insan səhhətində də 40 yaşından sonra başlayır problemlər, inanın mənə. Yəni, 40-dan sonra artıq sən özünə fikir verməlisən. Əgər sən, deyək ki, 20 yaşından 40 yaşına kimi haradasa əlavə xəstəliklərə tutulmamısansa, və yaxud da əlavə deyək ki, o yandan bu yandan hamımız bilirik ki, söhbət nədən gedir. Məsələn, deyək ki, əgər sən ölkədə olan, deyək ki, yemək məhsullarının əksəriyyətinin tərkibinin təhlükəli olduğu haqqında minlərlə məlumatlarımız var.
şeydə, sosial şəbəkələrdə. Yəni orada sən istədiyin qədər istənilən məhsul haqqında deyək ki, məlumat ala bilərsən. Yəni o məlumatın tərkibini öyrənə bilərsən. Hələ bundan əlavə də indi məsələn deyək ki, biz kərə yağından danışdıq və götürək elə mənim çox yaxşı yadımdadır dostlar. Hələ yəni bizim Azərbaycan insanının yəni bu psixologiyası nöqteyi nəzərindən deyirəm. Bax, biz bəzən pul qazanmaq üçün sağlamlığımızı veririk. Yəni canımızı qoyuruq, zəhmətlə, filanla pul qazanırıq. Amma həmən qazandığımız pulu da sonradan aparıb səhiyyə xərcləyirik. Ona görə ki, bizim məşğul olduğumuz deyək ki, həmən o təsərrüfatda, filanda işlətdiyimiz dərmanlar. Məsələn, adicə bir şeydir. Sovetlər zamanında, məsələn, 80-ci illərdə mənim yaxşı yadımdadır. Bu istixanalar təbdə idi. Məsələn, hamımız bilirik ki, Bakının kəndləri də, hətta bizim başqa rayonlarda demirəm, Şəmkirdə də 90% insanlar istixanalardan dolanırdılar. Yadımızdadırsa. Yəni, bu, məsələn, deyək ki, istixana düzəldir. Məsələn, deyək ki, bizim həyətimizdə bir 6 sot haradasa, 6 sotdan da biraz çox istixana var idi. Məsələn, deyək ki, bir əvvəllər bu 20 yanvar faciəsinə qədər, bizim 20 yanvar qətliamına qədər təsəvvür edin, qərənfillər əkirdilər, satırdılar, yəni Rusiyada. Sonradan bu çevrildi, deyək ki, pomidora, xiyara və ya digər kənd təsərrüfatı məhsullarının deyək ki, yetişdirilməsinə. Və bu gün də hamımız gözəl bilirik ki, Rusiyada və ümumiyyətlə keçmiş post-sovet ölkələrinin əksəriyyətində deyək ki, Şəmkir pomidoru məşhurdur. Yəni onun dadından, ləzzətindən. Hərgah mən, məsələn, deyək ki, biz hamımız bilirik ki, bu pomidorlar necə, deyək ki, ərsiyə gəlir, hansı zülümlər, hansı əziyyətlər. Məsələn, deyək ki, bu Güləşmə baş kəndlərində, ondan sonra bu bizə də gəldi, yəni Şəmkirə də gəldi. Məsələn, təsəvvür edin ki, bizdə də əkirdilər və mənim yaxşı yadımdadır. Məsələn, bəzən elə dərmanlar səpirdilər ki, gülə, onda cavan uşaqları, filanları panikdən çıxardırdılar, yəni istixanadan çıxardırdılar ki, bu dərman səpirəndə olmaz sənin durmağın. Mən çox sonralar mən bu barədə maraqlandım və Allah ölənlərinizə rəhmət eləsin, mənim atam dedi ki, bəs bu şeydir, bu dərman elə dərmandır ki, gənc, yəni səhhəti, orqanizmi gənc olan insanlarda daha çox təsir edir və bəzən yəni gənc qızlar, məsələn, deyək ki, uşaqlıqdan kəsilir. O mənada ki, məsələn, deyək ki, onlar ailə qurandan sonra onların uşaqları olmur, dərmanın təsirindən. Və mən o nöqteyi nəzərdən, məsələn, deyirəm ki, biz bəzən həmən bu qazandığımız paralar bizim faciəmizlə nəticələnir, belə şeylər olur. Məsələn, deyək ki, burada mən baxıram, məsələn, istənilən kənd təsərrüfatı məhsulunun yetişdiriləndə, məsələn, deyək ki, orada instruksiyada nə yazılır, dostlar? Məsələn, deyək ki, bu kənd təsərrüfatı məhsulu filan, deyək ki, zərər vericilərə qarşı istifadə olunan, vurulan dərmanın instruksiyası yazılır ki, bunu necə səpmək lazımdır? Yəni, bunu səpərkən hansı qoruyucu paltarlar geyinmək lazımdır, hansı qoruyucu maskalar taxmaq lazımdır? Yəni, o nöqteyi nəzərdən, məsələn, fransızın boğazına bıçaq dirək, yenə də, məsələn, deyək ki, o zərər verici, istənilən zərər verici dərmanı səpərkən instruksiya uyğun, məsələn, deyək ki, gözündə eynək olmalıdır, ağzında maska olmalıdır, məsələn, bədənində salafan paltar olmalıdır ki, bəs o zərər sənin bədəninə işləməsin. Yəni, bu şeylərə 100% əməl edirlər. Əməl edirlər ki, sonra faciənin nəticələnməz. Amma hamımız bilirik ki, bizdə belə deyil. Yəni, yaşlı adamlar bəzən, boş ver, bəli ver, mən səpəcəm, uşaqları çıxart filan. Və bu son nəticədə sənin həmən o qazandığın 5-10 manat pulun sonradan həkimlərə xərcləməyinə səbəb olur. Yəni, o nöqteyi nəzərdən, yəni bizdə mən məhz o kərə yağının və yaxud da başqa
müxtəlif kənd təsərrüfatı məhsullarının işlənməsində. Məsələn, bugün biz hamımız gözəl bilirik ki, deyək ki, kənd təsərrüfatı ilə məşğul olan, deyək ki, kənddə bitki yetişdirən, deyək, məhsul yetişdirən adam ən az qazanan adamdır, məsələn. Məsələn, sən deyək ki, kənddə kartof əkirsən və yaxud da deyək pomidor əkirsən, istənilən kənd təsərrüfatı məhsulu, təbii dəxli yoxdur. Sən onu Bakıda gəlib bazara gəlib bazarda sata bilmirsən, səni bazara buraxmırlar. Yəni, hər şey monopoliyada olduğuna görə sən öz məcbur olursan ki, sən onu, yəni deyək ki, aptavoy qiymətlə, yəni bazardakı həmən o, deyək ki, firmalar dediyimiz həmən o alverçilərə, yəni onların həqiqi mənada adı alverçidir, onlar firma falan söhbəti yoxdur. Yəni firma o zaman olar ki, məsələn, deyək ki, sən gəlirsən, azad ticarətdir, istəyirsən özünü satırsan, istəmirsən kiməsə verirsən birdən aptavoy, yəni bir topdan satışla, qiyməti ilə çıxırsan, gedirsən, kəndində öz işinlə məşğul olursan, ona görə ki, məhz sən ondan bir şey qazanırsan. Və yaxud da deyək ki, birbaşa sənin gəlib həyətində həmən məhsulu, məsələn, əgər bazarda 2 manatdırsa, heç olmasa sən onu 1 manata, 80 qəpiyə sata bilirsən. Yəni, o nöqteyi nəzərdən, yəni ölkədə bütün hər şey monopoliyada olduğuna görə bütün bunların hamısından sən məhrumsan. Və mən ona görə məhz və yaxud deyək ki, universiteti qutarmış, istənilən bir təhsil müəssisəsini qutarıb yeni ixtisas almış, deyək ki, məsələn, istedadlı bir gənc bitirir institutu, sonra baxır ki, bilmir neynəsin, ona görə ki, yəni hara getsin. Hara gedir, deyək ki, tanış yox, adam yox, əlaqə yox ki, kiməsə tapşırsınlar, səni işə götürsün. O ki, qaldı o şeylə, yəni ağıldan, savaddan, filan, bacarıqla, qabiliyyətlə biz hamımız gözəl bilirik ki, buna Azərbaycanda baxan yoxdur. Yəni, ən yaxşı halda sənin boynuna minnət qoğa, deyək ki, aşağı maaşla səni işə götürə bilərlər, səni, deyək ki, 8 saat əvəzinə qul kimi, deyək ki, 10 saat, 12 saat işlədib 500-600 manat pul verə bilərlər. Yəni, bu şəkildə. Yoxsa sən, ay, mən burada karyera düzəldim filan, belə söhbətlər Azərbaycanda çox az baş verir. O da necə? Əgər sən həddindən artıq, deyək ki, talanta, yüksək intellektə maliksənsə və sənin istedadın qarşısı alınmazdı, sadəcə olaraq bunu, deyək ki, ağıllı adamlar, yəni ağıllı, julik adamlar həmən götürürlər və baxırlar ki, sənin perspektivin var, səni sadəcə olaraq qamarlayırlar və səni başlayırlar istismar eləməyə. Yəni, deyək ki, Şəruri İspəndiyər kimi səni gətirir, işlədir, deyək ki, 1000 manat sana ayda pul verir və yaxud da 2000 manat verir, amma sənin yaratdığın şeylərdən milyonlar qazanır. Yəni, o nöqteyi nəzərdən. Ona görə ki, ölkədə nə yoxdur? Ölkədə idarə etmədə filanda qanun yoxdur. Şahdır qanun, qanun şah deyil. Yəni, heç bir, deyək ki, məhkəmə sistemi, deyək ki, hüquq mühafizə, ümumiyyətlə, deyək ki, nə deyirlər ona? Femida deyir, demək olar ki, qanun, demək olar ki, işləmir heç arada. Ona görə ki, səndə ölkədə qanun verici, qanunun, deyək ki, qanunun keşiyində duran adamlar hamısı rüşvətə, korrupsiya qurşanıb və ölkə başçısına pul qazanmaqla məşğuldurlar. Yəni, insanları istismar edib, haqqını uğurlamaqla və yeri gələndə, səsini çıxardığında səni boynundan basıb zindanlara, cibinə də nəşədən, deyək ki, tiryəkdən atıb səni həbs edəməklə. Başqa variantını, deyək ki, yoxdur. Yəni, İlham Əliyevin məhz 21 il hakimiyyətdə qalmasının əsas səbəblərindən biri budur. Yəni, o nöqteyi nəzərdən mən məsələn indi dəfələrlə demişəm bunu, ölkədə qanun yaratmaq üçün, deyək ki, ölkədə qanunun işləməsinin, deyək ki, keşiyində durmaq üçün ölkədə tələbələr və fəhlə sinifi olmalıdır. O da ki, təbii məsələdir ki, tələbə bizdə bu saat, yəni, necə deyim sənə, çox həddindən artıq qorxudulmuş və parçalanmış durumdadır. Təsəvvür edin. Yəni, bir tələbə
birdən çıxır, yəni bir şeyə etirazını bildirəndə bütün hamının göz qabağında görüş edirlər, onu institutdan qovurlar və yaxud da müəyyən müxtəlif min cür bahanələrlə onu həbs edirlər. Sənə görüş edirlər ki, o birisilərə dərs olsun. Və o nöqteyi nəzərdən də bunlar parçalanmış şəkildə yəni bir yerə yığışa bilmirlər. Bugün həmən o gənclər, bəs mən Gənclər Klubu məhz o məsələ ilə bağlı mən istəyirəm ki, biz bir yerə yığışaq, dərdləşək, söhbət edək və görək ki, bu situasiyadan necə çıxmaq olar. Və yaxud da fəhlə sinifi. Hamımız gözəl bilirik ki, Azərbaycanda ümumiyyətlə fəhlə sinifi yoxdur. Fəhlə sinifi o zaman olur ki, yəni deyək ki, müəssisələr olur, müəssisələr, yəni fabriklər, zavodlar, filanlar və orada çalışan insanlar. Sovetlərin vaxtında bunlara proletariat deyirdilər. Yəni o demək olar ki, yox şəklindədir. Ona görə də istər-istəməz yəni İlham Əliyev və onun bandası bugün Azərbaycanda deyək ki, elə parçalanma, elə işlər görüblər ki, bunları qurmaq sadəcə mümkün deyil. Bunları qurmağın yəni mümkünlüyünün bir şeyi var ki, sən gərək deyək ki, deyək ki, hansısa təşkilatda təşkilatlanasan. Məsələn, deyək ki, baxın, Azərbaycanda İlham Əliyev və onun bandası 21 ildir hakimiyyətə gələndən bugünə kimi. Hər gün Azərbaycan Xalq Cəbhəsi, Müsavat, nə bilim, görkəmli partiyaların əleyhinə işlər apardılar. Məsələn, deyək ki, Azərbaycan Demokrat Partiyası böyük bir partiya idi, Sərdar Zərəroğlu'nun. Hamınız indi baxırsınız, Sərdar Zərəroğlu və Demokrat Partiyası nə gündədir? Yəni, onları elə gün salıblar ki, heç vaxt ümumiyyətlə partiyadan söhbət eləməyə deyilməz. Hələ yaxşı ki, bugün deyək ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyasından nəsə var. Yəni, insanlar ayaqdadılar. Və aparılan təbliğat, yəni İlham Əliyev və onun bandasının televizorlarda, sosial şəbəkələrdə pulu ilə onlara işləyən, aparılan təbliğat cəbhəni, Azərbaycan Xalq Cəbhəsi partiyasını və Müsavat partiyasının yəni 50% insanların gözündən sala bildi. Yəni onları ləkələyə bildi. Bilirsiniz. Yəni o nöqteyi nəzərdən, yəni bugün görürsünüz, Əli Kərimlini, məsələn, İlham Əliyev heç nə durduğu yerdə həbs edib, insanlar səsini çıxardanın boynundan tutub aparıb basırlar içəri. Ona görə də, yəni cəbhə yaşayan insanlar bilirik ki, yəni görürsünüz, demək olar ki, 90% hamısı susmaqla, yəni kənardan durub baxmaqla, yəni gözləmə mövqeyi tutmaqla məşğuldurlar. Və bunun da nəticə olaraq bunun da günahı yenə bizdədir. Əsasən bizdə deyəndə mən gəncləri nəzərdə tuturam. Yəni tələbəlik illərində, tələbə kimi fəaliyyət göstərən insanlar əslində ölkənin aparıcı tərəfi olmalıdır. Yəni bunlar deyək ki, yeni dünyada gəlirlər, məsələn, deyək ki, yeni dünya qurmaq, özlərini sınamaq istəyirlər və baxırlar ki, bu sınaq üçün bütün qapılar bağlıdır. Əgər bu öz gününü ağlamırsa, dostlar, onda bunun haqqında kim fikirləşməlidir? Təbii məsələdir ki, indi atalar, analar biraz mühafizəkardırlar. Yəni onlar bəzən fikirləşirlər ki, məsələn, əksəriyyət 90%, 99% analar fikirləşir ki, eyb yoxdur, kasıb olsun, fey olsun filan, amma gözümün qabağında sağ-salamat olsun. Yəni bu sadəcə olaraq bu sırf nökət psixologiyasıdır və biz 200 illik yəni bu psixologiyadan canımızı qurtarmalıyıq. Düzdür, 90-cı illərdə müəyyən mənada Azərbaycan Xalq Cəbhəsi deyək ki, hakimiyyəti dövründə bu psixologiyadan canımızı qurtardıq. İnsanlar biraz azad nəfəs aldılar və demokratik cəmiyyət oldu hardasa 11 ay və biz bu cəmiyyətdə istədiyimizi danışdıq. Bəzən yeri gəldi qudurğançılıq elədik. Bəzən o üzr istəyirəm ifadəyə görə şıllaq atdıq bu məsələlərə görə. Və nəticədə Heydər Əliyev kimi şərəfsiz bir diktator gəldi və sənin əlindən hər şeyini aldı. Dedi sana, Seyran Səxavətin dili ilə dedirtdi ki, sana demokratiya yaraşmır. Halbuki
deyək ki, həmin o demokratiya dövlət məsələsinə birinci Seyran Səxavət səs vermişdi. Yəni deyək ki, 90-cı illərin başlanğıcında, 80-ci illərin sonunda Qızıl Teşt təsəvvür edin hələ onda müstəqil Azərbaycan müstəqil dövlət olmamışdı. Belə bir əsər yazmışdı Qızıl Teşt və orada Azərbaycanın faciələrini çox dəhşətli şəkildə göstərmişdi. Və sonralar illər keçəndən sonra məsələn baxıb deyir ki, Azərbaycana demokratiya yaraşır. Bilirsiniz niyə? Ona görə ki, Azərbaycanda demokratiya olsa İlham Əliyev kimi dələduzlar hakimiyyətdə ola bilməz. Və o nöqteyi nəzərdən mən hər dəfə demişəm, bugün Azərbaycanda olan tələbələr, təkcə Azərbaycanda yox, hətta xaricdə olanlar da başımızın çarəsini qılın. Yəni siz, deyək ki, baxın, Almaniyada, bu saat Almaniyada deyək ki, 3000-dən çox deyirlər ki, həkim var, fəaliyyət göstərir. Alman səhiyyəsində. Və hamısı da gözəl mütəxəssislərdir. Amma baxın, görün, onlardan bir nəfəri Azərbaycanda deyək ki, mübarizəyə qarşı burada Almaniyada və o məsələlərə qoşulur. Qoşulmur. Yəni o istəmir ki, yəni təsəvvür edin, gəlib Almaniyada yaxşı pul qazanır, namuslu, vicdanlı, deyək ki, təmiz yolla qazanır və həmən pulu götürür, gedir Azərbaycanda şəllənir. Ona göstərir ki, bax, mən Almaniyada necə yaşayıram. Amma o danışmır ki, kişilər, Almaniyada ölkə bilirsiniz necədir? Gəlin biz də Azərbaycanda belə bir ölkə quraq, ölkəmizə sahib çıxaq. Təsəvvür edin, 3000 həkim özdə deyək ki, maliyyə cəhətdən təhdsiz olunmuş həkimlər. Onlar bugün istənilən qədər deyək ki, Azərbaycanda istənilən inqilaba dayaq ola bilərlər, yardım edə bilərlər ki, yəni ölkədə siyasi sistem dəyişsin. Amma onlar eləmirlər. Bilirsiniz niyə? Onu bilirlər ki, onların arxasında sən durmayacaqsan. Yəni, sən qorxacaqsan və daha doğrusu etibar eləmirlər. Yəni, o nöqteyi nəzərdən, yəni biz bütün bunların hamısını dostlar nəzərə almalıyıq. Məsələn, biz sadəcə sən əgər bir gənc kimi, məsələn, deyək ki, Leyla Əliyevanın uşaqlarının, məsələn, deyək ki, Azərbaycanda özü də Azərbaycan dilini bilmədən belə yeşə-yeşə gəzməkləri, yəni indidən onların öz firmalarını açması, indidən deyək ki, nəsə yaratması, amma sən Azərbaycan vətəndaşı olaraq buna haqq eləmirsən. Niyə? Niyə Leylanın 16-17 yaşında uşaqları bugün biznes qurub fəaliyyət göstərə bilir, sən bunu edə bilmirsən? Sən heç bu barədə fikirləşdinmi? Bax, mən istəyirəm Azərbaycan gənci bu barədə fikirləşsin və yaxud da Emin Ağalarov kimi bir düdüş. Baxın, bu fərq, bu Leyla Əliyevadan ayrılır. Bu sadəcə bu şərəfsizlikdir. Yəni, bugün bəs Mehman Hüseynovun açdığı o məsələlər, mən düzünə inanın, mən fikirləşirdim ki, yəni bu məsələlərdən sonra artıq bu ailənin sonu gələcək. Onu bilək ki, yəni belə biabırçılıqdan sonra, baxın, Emin Ağalarov kimi bir düdük gəlib, məsələn, deyək, prezidentin qızını boşuyub, ayrılıblar, gedib başqa da bir arvad da alıb. İndi gəlib onunla burada bu klip çəkdirirlər, ay sənin gözlərin belə filan, ay git. Yəni, şərəf yoxdur, vicdan yoxdur, yəni, ləyaqət yoxdur ki, yəni, bunun mental dəyəri bu Azərbaycanlıdır, yəni, türkdür, yəni, Azərbaycan insan olsa, qanar ki, belə şərəfsizlik eləmək olmaz. Bilirsiniz? Yəni, məsələ budur. Emin də gəlib burada Leyli ilə kliplərdə dənizin qırağında falan da kef edir. Özdə ayrılıqlar. Belə şey olur mu? Yəni, bu bizim bir kişi kimi, bir Azərbaycan insanı kimi, deyək ki, qürurumuza toxunmur mu? Bax, nə zaman toxunacaq? Bax, onda da biz İlham Əliyev və onun bandasına qalib gələcəyik. Bugün az qala deyək ki, Heydərin deyək ki, evləndiyi o Alyona ilə bağlı az qala hakimiyyətdə olan adamlar insanları qınayırlar ki, sən kimin haqqında nə deyirsən? Bəli, geçsin, əgər sən Heydər Əliyevdə deyək ki, onun
arvadı da geçsinlər, harda istəyirlər yaşasınlar, nə qələt istəyirlər eləsinlər. Bunlar, bu şərəfsizlər, belə şərəfsiz həyat yaşayan adamlar Azərbaycanda prezident olmaq istəyirlər. Təsəvvür edin və yaxud da biz prezident kimi bizə sırmağa çalışırlar. Siz bunun fərqindəsiniz. Yəni söhbət ondan gedir. Yoxsa bizim nəyimizə lazımdır? Alyona harda nə qələt eləyir və yaxud da Heydər Əliyev kimi alır, kimdən? Heydər Əliyev deyək ki, heç bu şeydə deyək ki, Davosa və yaxud da deyək ki, harasa getməsə, bu hökumət işindən baravar hara gəldi, burnunu soxmasa, kim də Heydər Əliyevdən maraqlanır? Yəni məsələ budur. Yəni o nöqteyi nəzərdən mən deyirəm ki, yəni biz Azərbaycan gənci. İndi mənə bir nəfər dünənki şeydən sonra yazdı ki, qardaşım, mənə kömək elə, mən bu ölkədən getmək istəyirəm. Düzün deyim ki, mən indi fikirləşdim ki, bilmirəm ona nə cavab verim. Ölkədən getmək, bu elə fikirləşir ki, bu ölkədən getdi, gəldi, gedən kimi öz də təsəvvür edin, 50'nin üstündə də yaşı. Hələ mən cavanları demirəm. Yəni o nöqteyi nəzərdən mən, yəni məsələn deyək ki, təşkilatlanma, baxın, yadımıza salaq. 20-ci əsrin əvvəllərində insanlar deyək ki, çar zülmündən necə məsələn deyək ki, təşkilatlanırdılar, yığışırdılar, deyək qrup, sonra adicə elementar bir şey deyin, deyək ki, bu Qatır Məmməd filmi var idi, hansı ki, Sovet hökuməti vaxtında məsələn Qatır Məmməd Azərbaycan xalqının, yəni Azərbaycan dövlətinin düşməni olub. Ermənilərdən, Ruslardan birləşib Azərbaycan xalqına zülm eləyənlərdən biridir. Təsəvvür edin, onun haqqında fikir. Orada balaca bir epizod var. Göyüşlə Qatır Məmmədin söhbəti, o birləşmə məsələsi deyir. Biz deyək ki, 500 məndə var, 200 səndə var, bunlar birləşəndə xeyli güc eləyir. Yəni belə birləşirlər, belə təşkilatlandılar. Bugün Azərbaycanda gizli təşkilatlanmadan başqa ümid yeri yoxdur. Ona görə ki, Azərbaycan pulu, sərvəti o qədər, bugün İlham Əliyevin əlində o qədər bu qudurub. Bu adam fikirləşir ki, hər şeyi, hər məsələni pulla həll eləmək olar və ona görə də çalışır ki, Azərbaycan insanının müəyyən hissəsinə minimum dərəcədə, minimum səviyyədə para versin yaşamaq üçün. Yəni, acından ölməmək üçün. Qalanını başına bıraxıb, deyir, get, yaxşı yaşayan deyir ki, ayda, 2 ayda bir, 3 ayda bir, deyir, get filan qədər pul gətir. Yoxsa nəyin var, biznesi filanın, hər şeyin əlindən alır. Və yaxud da yeri gələndə evini də əlindən alır. Yəni, gözümü baxa gəlir, ekskavatorla sökür. Deyir, get, kimə istəyirsən şikayət elə. Get, kimə istəyirsən yaz. Yəni, bunu o zaman deyirlər ki, həmən o sənin istədiyin o kim? Baxın. Sənin istədiyin o kim dövləti idarə edir və quldurdur bir nömrəli. Bilirsiniz? Yəni, o nöqteyi nəzərdən. Məsələn, deyək ki, indi elə adamlar var ki, bugün, məsələn, deyək ki, Avropada oturub Azərbaycanı və Azərbaycanın başında duran şərəfsiz İlham Əliyevi, deyək ki, tərifləməklə, onu, deyək ki, Qarabağın Fatihi adlandırmaqla, yəni mən dəfələrlə demişəm və bugün də deməkdəyim dostlar, Qarabağlılara da dəfələrlə demişəm, ehtiyatlı olun. Yəni, İlham Əliyevin Ağırlı kəndindən sizə xeyir gəlməz. Papağınızı qoyun qabağınıza fikirləşin. İlham Əliyev cinayətkardır və bugün onun Putinlə qurduğu Azərbaycan xalqı üçün qurduğu oyunun fasadı çox böyük olacaq, inanın mənə. Və mən yenə deyirəm dostlar, sağ olun. Bugün də yenə mən təəssüflənirəm ki, zəng eləyən olmadı, təbii məsələdir. Hələ ki, siz içinizdəki o qorxunu boğa bilmirsiniz. Amma mən inanıram ki, çox yaxın zamanlarda siz yığışacaqsınız bu gənclər qrupunda, biz öz məsələlərimizi həll edəcəyik. Mən sizinlə sağollaşıram, artıq 32-ci dəqiqədə biz sizinlə efirdəyik. Danışdığımızdan 2 dəqiqədə artıq keçib. Mən bugün saat Bakı vaxtı ilə 18-də YouTube'da və TikTok'da yenidən canlı yayımda olacağım. O cümlədən də Facebook'da. Siz rahat yenə də qoşula bilərsiniz, dinləyə bilərsiniz. Orada söhbətimiz sərgi salonundan gedəcək. Məşhur Rəsul Rızanın mənə bir sərgi salonu verin, oradan bir insan şəkil asmaq istəyirəm. Mən bugün bir şərəfsiz sifət görmüşəm.
Mən onu Azərbaycan xalqının başı üstündən asıb göstərmək istəyirəm. Bax, Azərbaycanda bugün belə şərəfsiz insanların sayı çoxdur. Biz Azərbaycanı onlardan təmizləməliyik dostlar.